Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə pendiri illərlə xarab olmadan necə saxlayıramsa onu paylaşmaq istəyirəm. Həm də çürümüş, belə deyim də, əzilmiş, artıq xarab olmuş pendiri necə bərpa etmək lazımdırsa onu da sizə deyəcəm. İnşallah ki, sizin üçün yararlı bir video olar. Gördüyünüz kimi burada 4 kilo pendir var. Təzə pendirdir və mən indi o təzə pendiri belə deyim də ən uzağa 2 il necə saxlayıram, hansı suda saxlayıram xarab olmadan onu göstərəcəm. Əvvəlcə pendiri doğramaq lazımdır. Pendiri doğradıqdan sonra mütləq şəkildə pendirin hər tərəfinə dəymək şərti ilə duzlamaq lazım. Duz isə marketlərdə pendir üçün, tutmalar üçün nəzərdə tutulmuş duzdan almaq lazım. Demək, pendiri qəşəng duzlayıram hər tərəfini. Burada 4 kilo pendirə mən 3 xörək qaşığı duz əlavə elədim. Duzlayıram və 24 saat bir gündə belə deyim saxlayıram kənarda ki, pendir öz suyunu buraxsın. Əgər pendir təzə pendirdirsə, onda suyunu buraxacaq. Köhnə pendirdirsə, onda suyu olmayacaq və beləliklə bilə bilərsiniz ki, sizin pendir təzədir və yaxud da köhnədir. Əgər sizdə pendir çürüyübsə, xarab olubsa, yəni artıq belə əzi formada qalıbsa, onda onu da bu şəkildə duzlayıb saxlayın. Ondan sonra eynən mən dediyim suyu hazırlasanız bərpa olunacaq. Demək, qaba 1 litr qaynar çaydandan su əlavə eləyirəm. Amma 3 litr suyu da kənarda qoymuşam. Qaynamış, yəni soyumuş suyu saxlamışam. Və həmin o 1 litr qaynar suyun içərisinə 2 stəkan iri duz əlavə eləyirəm. 1 stəkan da şəkər tozu əlavə edirəm və həmin şəkər tozu ilə duzu 1 litr qaynar suyun içində həll eləyirəm. Duzla şəkər tozunu həll etdikdən sonra 3 litr qaynayıb soyumuş suyu da həmin o 1 litr isti suyun içərisinə əlavə edirəm. Yenidən qatışdırıram və beləliklə pendir suyum hazırdır. Bu mənim illərdir, yəni sınaqdan keçirdiyim illərdir pendiri bu üsulla saxlayıram. İnanın ki, 2 il belə qalsa pendir elə biləcəksiniz ki, elə bugün hazırlamışsınız. Yəni o qədər gözəl saxlayır pendiri. Və bir gündən sonra baxın, pendir öz suyunu buraxıbdı. O deməkdir ki, əvvəldə qeyd etdiyim kimi pendir təzə pendirdir. Və pendirləri yığıram 3 kiloluq balona, qaba. Yəni harda istəyirsiniz saxlaya bilərsiniz. Yetər ki, şüşə və şirəli qabda olsun. Mən plasmas qabda pendir saxlamıram. Demək, balonun içərisinə, demək 1-3 kiloluq balona 2 kilo pendir gedir. Bu, yəni nəzərinizdə olsun ki, 3 kiloluq balona 2 kilo pendir gedir. Demək, mən pendirin 2 kilosunu 3 kiloluq balona yığdım. Qalan 2 kilosunu da şirə bankalarının arasında böldüm. Pendirdən çıxan suyu da elə balonun içərisinə əlavə elədim. Və hazırladığım pendir suyunu da balona və qazanlara əlavə edirəm və pendirləri elə edirəm ki, su pendirin düz üzərinə qədər çıxsın. Və bu suyu pendir qurtardıqdan sonra da saxlayın. Hər dəfə bu suyu pendir aldıqda təzə pendir istifadə edə bilərsiniz. Baxın, bu balonu mən bağlayıram, qoyuram kənara və bu 1 il, 2 il, yəni elə olub ki, pendir çox olubdur. Bizdə məndə məsələn 2 il belə qalıb pendir. Adi tutmanı necə saxlayırsınız? 1 il, il yarım, 2 il. Pendir də o cürünə, yəni nə qədər çox qalsa, bir o qədər yaxşıdır. Çünki pendir, belə deyim də, çiy süddən əldə etdiyimiz üçün, çiy süddən alındığı üçün tərkibində yüzlərlə bakteriya, yüzlərlə mikrob olur. Ona görə də duz nə qədər, belə deyim, suyu duzlu olsa, nə qədər duzda pendir qalsa, bir o qədər pendirin tərkibi daha sağlam olar. Ona görə də pendir, təzə pendir aldıqda həmən yemək olmaz. Bir 40 gün qalsın. 40 gündə olmasa heç olmasa 1 ay saxlayın və 1 aydan sonra başlayın yeməyə. Çünki belə olduğu halda daha sağlam olur.
və rahatlıqla da uşaqlarınıza verə bilərsiniz bu pendirdən yeməyə. Bu qədər. İnşallah ki bəyəndiniz. İnşallah ki sizə yararlı bir video oldu. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü heç kim qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olub like etməyi unutmayın. Sağ olun, salamatla qalın.